Yuhanna Havariyə, Taradan gələn vəhy, müqəddəmə. Vəhy kitabı Cədid əhdin axırıncı kitabıdır. Bu kitabın ayrı kitablarla çox fərqi var. Vəhy kitabının çox hissələri sirri və sembolik dildə yazılıb və dərin mənalı düşüncələr bu sembolik dildə bəyan olunub. Ona görə də bu kitabda gələnləri necə ki var məna etmək olmaz. Vəhy kitabı Məsihlərin əziyyət altında olan zamanları yazılıb. Ona görə də Yuhanna bu kitabda gələn mətləbləri sirri bir şəkildə yazır, elə ki, Məsihiyyət düşmənlərinə onların başa düşülməsi mümkün olmasın. Yuhanna təzə bir dünyadan danışır. O dünyadan ki, onda Rəbb hər göz yaşını gözlərdən siləcək və bütün qüssələri başa çatdıracaqdır. Fəsil 1. İsa Məsihin vəhyi. Tanrı bunu ona verdi ki, tezliklə baş verməsi vacib olan şeyləri özlərini ona qul etmişlərə görsətsin. O da öz mələyi vasitəsilə bunu öz qulu Yuhannaya bəyan etdi. O da Tanrının kəlamına və İsa Məsihin şəhadətinə, yəni gördüklərinin hamısına şəhadət verdi. Xoş o adamların halına ki, bu nəbiliyin kəlamını oxuyurlar, eşidirlər və onda yazılan şeylərə əməl edirlər, çünki vaxt yaxındır. Yuhannadan Asiya əyalətində olan 7 kilisaya, var olan, var olmuş və gələcək olandan və onun təxtinin hüzurunda olan 7 ruhdan sizə feyz və barış olsun. Həm də əmin şahid, ölülərdən ilk doğulan və yeryüzünün padişahlarının rəisi İsa Məsihdən ki, bizi sevir və öz qanı vasitəsilə bizi günahdan azad etdi. Və bizi bir padişahlıq və onun ata tarısı evinə kahinlər təyin edib. Ona əzəldən əbədəcək şövkət və qüdrət olsun. Amin. Baxın, o buludlarla gəlir. Hər göz onu görəcək, hətta onun bədənini deşənlər belə. Dünyanın bütün qəbilələri onun üçün yas tutacaqlar. Bəli, belə olacaq. Amin. Rəbb Tanrı deyir, mənəm əlif və ya, var olan, var olmuş və gələcək olan, o qadir mütləq. Mən Yuhanna qardaşınız və İsa'da olan sıxıntıya, mələkuta və səbrə sizinlə bərabər şərik olan, Tanrının kəlamı və İsa'nın şəhadəti üçün Patmos deyilən cəzirədəydi. Rəbbin günündə ruhda idim və arxamda şeypur səsinə oxşar, böyük bir səs eşitdim ki deyir, gördüyünü bir kitaba yaz və 7 kilisaya göndər. Efesosa, Esmirnaya, Pergamoma, Tiatiraya, Sardisə, Filadelfiyaya və Laodikiyaya. O zaman döndüm ki, mənimlə danışan səsi görüm. Döndükdə 7 qızıl çıraqdan gördüm. Və çıraqdanların arasında insan oğluna bənzəyən birisini gördüm ki, ayaqlarınacaq yetişən uzun bir şinel geymiş, sinəsinə də qızıl qurşaq taxmışdı. Və onun başı və saçları yun və qar kimi ağ idi. Gözləri də bir od alovsu kimi idi. Ayaqları kürədə yanan parlaq bürünc kimi idi. Səsi də bir çox suların gürültüsünə bənzəyirdi. Sağ əlində 7 ulduz saxlamışdı. Ağzından da 2 ağızlı bir iti qılınc çıxırdı. Üzü bütün qüdrətində parlayan gün kimiydi. Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. Və o,
sağ əlini mənim üstümə qoyub dedi, qorxma, mənəm birinci və axırıncı olan, həmişədir olan. Ölmüşdüm və bax, həmişəlik diriyəm və ölüm və ölülər diyarının açarları məndədir. Buna görə gördüklərini, indi olan şeyləri və bunlardan sonra baş verəcək şeyləri yaz. Sağ əlimdə gördüyün 7 ulduz və 7 qızıl çıraqdanın sirri barədə. 7 ulduz, 7 kilisaların mələkləridir. 7 çıraqdan da 7 kilisalardır. 2. Efesosdakı kilisanın mələyinə yaz. 7 ulduzu sağ əlində tutan, 7 qızıl çıraqdan arasında yeriyən belə deyir. Sənin işlərindən, sənin zəhmətindən və sənin təhəmmül edən səbrindən xəbərin var və bundan da ki, şərur adamlara tab gətirə bilmirsən və həvari olmadıqları halda özlərini həvarı çağıranları imtihana çəkdin və onların yalancı olduğunu bildin. Və sənin təhəmmülün var və adımın xatiri üçün tab gətiribsən və yorulmayıbsan. Lakin sənin ziddinə bu varım ki, başlanışdakı məhəbbətindən uzaqlaşıbsan. Buna görə haradan düşdüyünü xatırla, tövbə et və əvvəlcə etdiklərinə əməl et. Əgər tövbə etməyəsən, sənin yanına gəlib çıraqdanını yerindən götürərəm. Lakin yenə səndə bu da var ki, Nikolatçıların əməllərindən nifrət edirsən ki, mən də nifrət edirəm. Qulağı olan qoy eşitsin ki, müqəddəs ruh kilisalara nə deyir? Qalib gələnə bunu əta edəcəyəm ki, Tanrının cənnətində olan həyat ağacından yesin. Esmirnada olan kilisanın mələyinə yaz. Birinci və axırıncı olan, ölüb və təzədən dirilən belə deyir. Sənin çəkdiyin əzab və yoxsulluğundan xəbərin var. Lakin sən dövlətlisən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərin var ki, Yəhudi yox, şeytanın bir kənisəsidirlər. Çəkəcəyin əzablardan qorxma. Bax, İblis əngəlib sizlərin bəzilərini zindana atacaq, elə ki, siz imtihana düşəsiniz və 10 gün əzab altında olacaqsınız. Ölüməcək vəfalı qalın və mən sizə həyat tacını verərəm. Qulağı olan qoy eşitsin ki, müqəddəs ruh kilisalara nə deyir? Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək. Perqamumdakı kilisanın mələyinə yaz. 2 ağızlı iti qılıncı olan belə deyir. Sakin olduğun yerdən, şeytanın təxtinin harada olduğundan xəbərin var. Bundan da ki, mənim adımı bərk saxladın və aranızda şeytanın sakin olduğu yerdə, öldürülən və faali şahidim Antipasın günlərində belə mənə olan imanı inkar etmədin. Lakin sənin ziddinə bir neçə şeyin var. Çünki sənin yanında bəzilər var ki, Bəlaamın təlimini tutublar. O, balağa öyrətdi ki, İsrail oğullarının qabağına bir büdrəmə daşı qoysun ki, bütlərə təqdim olunan şeylərdən yesinlər və iffətsiz əməllər etsinlər. Yanında bəzilər də var ki, həmən şəkildə Nikolaçların təlimini tutublar. Buna görə tövbə et. Yoxsa sənin yanına tezliklə gəlib ağzımın qılıncı ilə onlarla müharibə edəcəyəm. Qulağı olan qoy eşitsin ki, müqəddəs ruh kilisalara nə deyir? Qalib gələnə mən gizli saxlanan mannadan verəcəyəm.
ona ağ bir daş və onun üstündə yazılmış təzə bir ad da verəcəyəm ki, onu alan adamdan başqa heç kəs onu bilmir. Tiatiradakı kilisanın mələyinə yaz. Tarının oğlu, gözləri od alovu kimi olan, ayaqları da parlaq bürüncünə bənzəyən belə deyir. Sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və təhəmmülündən xəbərim var və bundan da ki, axır əməllərin ilk əməllərindən daha böyükdür. Lakin sənin ziddinə bu varım ki, sən özünü nəbiyə çağıran o İzabel arvadı təhəmmül edirsən və o təlim verib, özlərini mənim qulluğuma verənləri yoldan azdırır, elə ki, onlar iffətsiz əməllər edib, bütlərə təqdim olunmuş şeyləri yeyirlər. Ona möhlət verdim ki, tövbə etsin, amma öz iffətsizliyindən tövbə etməyi istəmir. Bax, mən onu naxoşluq döşəyinə atacağam, onunla zina edənləri də böyük bir əzaba salacağam, məgər onun əməllərindən tövbə edələr. Onun evladlarını vəba ilə öldürəcəyəm və bütün kilisalar biləcəklər ki, fikirləri və ürəkləri araşdıran mənəm və sizlərdən hər birinizə, əməllərinizə görə əvəz verəcəyəm. Amma sizə, Tiatirada olan qalanlara ki, bu təlimi tutmurlar və şeytanın dərin şeylərini bilməyiblər. Necə ki deyirlər, sizə daha bir yük qoymuram. Ancaq mən gələnə kimi nəyin varsa bərk tut. Qalib gələnə mənim əməllərimi axıracaq saxlayana əta edəcəyəm ki, millətlər üstünə hakimiyyətləri olsun. Və o, cüzələrin qabları qırılıb tikə-tikə olan kimi onlara dəmir əsa ilə hökmranlıq edəcək. Necə ki, mən özüm də hakimiyyəti atamdan almışam və ona səhər ulduzunu verəcəyəm. Qulağı olan, qoy eşitsin ki, müqəddəs ruh kilisalara nə deyir? Fəsil 3. Sardisdəki kilisanın mələyinə yaz. Tanrının 7 ruhuna və 7 ulduza malik olan belə deyir. Sənin əməllərindən xəbərim var. Ad açıbsan ki, güya dirisən, amma ölüsən. Oyan və ölümə yaxın olan qalanları qüvvətləndir, çünki Tanrımın nəzərində sənin əməllərini kamil tapmamışam. Buna görə də nə aldığını və nə eşitdiyini xatırla. Onu riayət elə və tövbə et. Əgər oyanmayasan, bir oğru kimi gələcəyəm və nə saat sənin yanına gələcəyimi bilməyəcəksən. Lakin Sardisdə bir neçə nəfər varın ki, paltarlarını nəcis etməyiblər. Onlar mənimlə ağ paltarda gəzəcəklər, çünki layiqdirlər. Qalib gələn beləcə ağ paltarlara geyinəcək və onun adını həyat kitabından silməyəcəyəm və adını atamın və onun mələkləri hüzurunda iqrar edəcəyəm. Qulağı olan qoy eşitsin ki, müqəddəs ruh kilisalara nə deyir? Filadelfiyadakı kilisanın mələyinə yaz. Müqəddəs olan, doğru olan, Davudun açarına malik olan, o ki açır və heç kəs bağlaya bilmir, o ki bağlayır və heç kəs aça bilmir, belə deyir. Sənin əməllərindən xəbərim var. Bax, sənin qabağında açıq bir qapı qoymuşam ki, heç kəs onu bağlaya bilməz. Ona görə ki, sənin gücün azdır və mənim kəlamımı hifz edib adımı da danmayıbsan. Bax, şeytanın kənisəsindən olan bəzilərini, Yəhudi olmadıqları halda Yəhudi olduqlarını iddia edən yalancıları,
Məcbur edəcəyəm ki, gəlsinlər və sənin ayaqlarında təzim etsinlər və bilsinlər ki, mən səni sevmişəm. Tab gətirmək haqqında olan kəlamımı hifz etdiyiniz üçün, mən də səni imtihan saatından hifz edəcəyəm. O saatdan ki, əngərib bütün dünyaya gəlib, yer üzündə sakin olanları imtihana çəkəcək. Tezliklə gəlirəm. Nə varındır möhkəm tut, elə ki, heç kəs sənin tacını almasın. Qalib gələni, tarımın məbədində bir sütun edəcəyəm və artıq ondan eşiyə çıxmayacaq. Onun üstündə tarımın adını, tarımın şəhərinin adını, tarımın yanından göydənilən təzə Orşəlimi və mənim təzə adımı yazacağam. Qulağı olan qoy eşitsin ki, müqəddəs ruh kilisalara nə deyir? Laodikiyədəki kilisanın mələyinə yaz. Amin olan, o əmin və həqiqi şahid, tarının xilqətinin başçısı olan belə deyir. Sənin əməllərindən xəbərim var. Nə soyuqsan, nə də isti. Kaş ki, ya soyuq, ya da isti olaydın. Madam ki, ilıqsan, nə istisən, nə soyuq, səni ağzımdan eşiyə qusacağam. Çünki deyirsən, varlıyam, dövlətli olmuşam və heç bir şeyə möhtac deyiləm. Və bilmirsən ki, məfluc, zəlil, yoxsul, kör və lütsən. Sənə nəsiyyət edirəm ki, məndən od içində xalisləşmiş qızılı alasan, elə ki, dövlətli olasan və bürünməyə ağ paltarın olsun və çılpaqlığının nəngi aşkar olmasın və göz mərhəmi gözlərinə sürtəsən ki, görəsən. Mən sevdiklərimi məzəmmət edib onlara tərbiyə verirəm. Buna görə qeyrətli ol və tövbə et. Bax, qapıda durub döyürəm. Kim səsimi eşidib qapını açsa, onun yanına içəri girəcəyəm. Mən onunla, o da mənimlə şam yiyəcək. Qalib gələnə bunu əta edəcəyəm ki, mənimlə təxtimin üstündə otursun. Necə ki, mən də qalib gəlib atamın təxtində onunla oturdum. Qulağı olan qoy eşitsin ki, müqəddəs ruh kilisalara nə deyir? Fəsil 4. Bundan sonra baxdım və bax, göydə açıq bir qapı və əvvəlki səs ki, şeypur səsi kimi mənimlə danışırdı, dedi, buraya qalx. Sənə görsədəcəyəm ki, bunlardan sonra gərək nə baş versin. Elə o anda müqəddəs ruh məni bürüdü və bax, göydə bir təxt qurulmuş və təxtdə biri oturmuşdu. Oturanın görünüşü yaşam və qırmızı əqiqə bənzəyirdi və təxtin ətrafında zümürrüdə bənzəyən rəngin kaman var idi. Təxtin ətrafında 24 təxtə var idi və onların üstündə 24 ağsaqqalı oturmuş gördüm ki, ağ paltara geyinmişdilər və başlarında qızıl taclar var idi. Təxtdən şimşəklər, səslər və göy gürültüləri gəlirdi və təxtin qabağında odla yanan 7 məşəl var idi ki, tarının 7 ruhudurlar. Təxtin qabağında bülura bənzəyən elə bil ki, şüşədən bir dəhən. Təxtin ortasında və ətrafında qabağı və arxası gözlərlə bürünmüş 4 canlı məxluq var idi. Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. Bu 4 məxluqdan hər birinin 6 qanadı var idi.
ətrafı və içi də gözlərlə dolu idi və gecə-gündüz dayanmadan deyirdilər, müqəddəsdir, müqəddəsdir, müqəddəsdir Rəbb Tanrı, o qadir mütləq, o var olmuş, var olan və gələcək. Hər zaman ki, o canlı məxluqlar təxtdə oturana, əbəddən əbədəcək yaşayana izzət, hörmət və şükürlər verirlər. 24 ağsaqqal təxtdə oturanın hüzurunda yerə düşürlər və əbəddən əbədəcək yaşayana pərəstiş edirlər və taclarını təxtin qabağına atıb deyirlər, Rəbbimiz və Tanrımız, sən layiqsən ki, izzəti, hörməti və qüdrəti alasan. Çünki hər şeyi sən yarattın və sənin iradənlə var olub yarandılar. Fəsil 5. Taxtda oturanın sağ əlində bir tumar gördüm ki, içərisi və arxası yazılmış idi və 7 möhürlə möhürlənmişdi. Qüdrətli bir mələk də gördüm ki, uca səslə elan edirdi. Kim layiqdir ki, tumarı açsın və onun möhürlərini sındırsın? Lakin nə göydə, nə yer üzündə, nə də yer altında kimsə var idi ki, bu tumarı açmağa ya da onun içinə baxmağa qadir olsun. O zaman çox ağladım. Çünki tumarı açmağa ya da onun içinə baxmağa layiq olan heç kəs tapılmadı. Ağsaqqalların biri mənə dedi, ağlama, bax, Yahuda qəbiləsindən olan aslan, Davudun kökü qalib gəlib ki, tumarı və onun 7 möhürünü açsın. Təxtin və o 4 canlı məxluqla ağsaqqalların arasında duran, qurban olunmuşa bənzər bir quzu gördüm. 7 buynuzu və 7 gözü var idi ki, Tanrının bütün yer üzünə göndərildiyi 7 ruhu idi. Quzu gəlib taxtda oturanın sağ əlindən tumarı aldı. Tumarı götürdüyü zaman o 4 canlı məxluq və 24 ağsaqqal quzunun hüzurunda yerə düşdülər. Hər birinin əlində bir çəng və buxurla dolu qızıl kasaları var idi. Qızıl kasalar var idi ki, müqəddəslərin dualarıdır. Onlar təzə bir mahnı oxuyub deyirdilər, sən layiqsən ki, tumarı götürüb onun möhürlərini sındırasan. Çünki qurban oldun və öz qanınla Tanrıya hər qəbilədən, dildən, xalqdan və millətdən insanlar satın aldı. Onları Tanrımız üçün bir padişahlıq və kahinlər edibsən və onlar yer üzünə səltənət və hökmranlıq edəcəklər. O vaxt baxdım və təxtin, o canlı məxluqların və ağsaqqalların ətrafından bir çox mələyin səsini eşitdim. Onların sayı 10 minlərcə 10 minlər və minlərcə minlər idi. Və uca bir səslə deyirdilər, qurban olmuş quzu layiqdir ki, qüdrəti, sərvəti, hikməti, qüvvəti, hörməti, izzəti və bərəkəti alsın. Və mən göydə, yer üzündə, yer altında, dəhənzdə olan hər məxluqun və bunlardakı bütün varlıqları eşitdim ki, deyirdilər. Təxt üstündə oturana və quzuya əbəddən əbədəcək bərəkət, hörmət, izzət və qüdrət olsun. Və o 4 canlı məxluq deyirdilər, amin. Və bütün ağsaqqallar yerə düşüb pərəstiş etdilər. Fəsil 6. O vaxt gördüm ki, quzu 7 möhürün birini sındıranda, 4 canlı məxluqlardan birinin səsini eşitdim ki, gürültü səsi ilə deyir, gəl! Və baxdım və bax, bir ağat və üstündə əyləşənin bir çamanı var idi.
və ona bir tac verilmişdi və o Fatih kimi yola çıxdı ki, fəth etsin. İkinci möhürü sındıranda eşitdim ki, ikinci canlı məxluq deyir, gəl! Və başqa biri, bir kəhər at və onun üstündə əyləşənə əta olmuşdu ki, yer üzündən sülhü götürsün və bu da ki, insanlar bir-birlərini öldürsünlər və böyük bir qılınc ona verilmişdi. Üçüncü möhürü sındıranda eşitdim ki, üçüncü canlı məxluq deyir, gəl! Baxdım və bax, bir qara at və onun üstündə əyləşənin əlində bir tərəzi var idi. Və dörd canlı məxluqun arasından səs kimi bir şey eşitdim ki, deyir, bir ölçü buğda, bir dinara, üç ölçü arpa, bir dinara, yağa və şəraba da zərər yetirmə. Quzu dördüncü möhürü sındıranda, dördüncü canlı məxluqun səsini eşitdim ki, deyir, gəl. Baxdım və bax, bir sarı at və onun üstündə əyləşənin ölüm adı var idi. Ölülər diyarı da onun dalınca gəlirdi. Yeryüzünün dörddə birinin hakimiyyəti onlara verilmişdi ki, qılınc, qəhdi, vəba və yeryüzünün vəhşi heyvanları ilə öldürsünlər. Quzu beşinci möhürü sındıranda, qurbancağın altında o adamların canlarını gördüm ki, Tanrının kəlamından və saxladıqları şəhadətdən ötürü öldürülmüşdülər. Onlar uca bir səslə bağırıb deyirdilər, hey rəis, ey müqəddəs və həqiqi olan, nə vaxta kimi mühakimə etməyib, yer üzündə yaşayanlardan qanımızın intiqamını almayacaqsan. Və onların hər birinə ağ bir şinel verilmişdi və onlara deyilmişdi ki, daha biraz istirahət etsinlər. O vaxtacaq ki, qulluqda onlarla həmkan olanlar və onlar kimi öldürülməli olan qardaşların sayı təkmil olsun. Altıncı möhürü sındıranda baxdım və böyük bir zəlzələ baş verdi. Gün saçdan toxunmuş bir çul kimi qaraldı və ay başdan başa qan kimi oldu. Göyün ulduzları da göydən yerə töküldülər, necə ki, əncir ağacı ağır bir yelin əlində əsib çal əncirlərini yerə tökər. Göy bükülən tumar kimi çəkilib getdi, hər dağ və cəzirə də yerindən götürüldü. Sonra yeryüzünün padişahları, əyanları, hökmdarları, varlıları, güclüləri, hər qul və hər azad özlərini mağaralarda və dağların qayaları arasında gizlətdilər. Dağlara və qayalara dedilər, üstümüzə düşün və bizi təxtdə oturanın hüzurundan və quzunun qəzəbindən gizlədin. Çünki onların qəzəbinin böyük günü gəlib və kim dayana bilər? Fəsil 7. Bundan sonra dörd mələk gördüm ki, yerin dörd quşəsində durmuşdular və yerin dörd yelinin qabağını tutmuşdular. Elə ki, heç yel yer üzünə, dəhəz üzünə ya da heç bir ağac üzünə əsməsin. Başqa bir mələk də gördüm ki, gün doğan yerdən yuxarı qalxırdı və diri Tanrının möhürü var idi. Mələk uca bir səslə o dörd mələyi ki, yerə və dəhənzə ziyan yetirmək onlara əta olmuşdu, çağırıb dedi, özlərini tarımıza qul etmişlərin alınlarını mühürləyənəcək, yerə, dəhənzə və ağaclara ziyan yetirməyin. Və mən mühürlənmişlərin sayısını eşitdim. İsrail övladlarının bütün qəbilələrindən 144 min nəfər mühürlənmişdi. Yahuda qəbiləsindən 12 min nəfər mühürlənmişdi. Rəubin qəbiləsindən 12 min nəfər. Cad qəbiləsindən 12 min nəfər. Aşer qəbiləsindən 12 min nəfər. Naftali qəbiləsindən 12 min nəfər. Mənəssə qəbiləsindən 12 min nəfər. Şəmun qəbiləsindən 12 min nəfər.
Lavi qəbiləsindən 12.000 nəfər, Yəssakar qəbiləsindən 12.000 nəfər, Zabulon qəbiləsindən 12.000 nəfər, Yusif qəbiləsindən 12.000 nəfər və Benyamin qəbiləsindən 12.000 nəfər mühürlənmişdi. Bunlardan sonra baxdım və bax, hər millətdən və bütün qəbilələrdən və xalqlardan və dillərdən sayıya gəlməyən böyük bir cəmaat təxtin və quzunun hüzurunda durmuşdu. Ağ şinellərə geyinmişdilər, əllərində də xurma ağacının budaqları var idi. Və uca səslə səslənib deyirdilər, Nicat təxtə oturan tarımıza və quzuya məxsusdur. Bütün mələklər təxtin, ağsaqqalların və 4 canlı məxluqun ətrafında durmuşdular və təxtin hüzurunda, üzləri üstündə yerə düşdülər və tarıya pərəstiş edib deyirdilər, Amin, bərəkət və şövkət və hikmət və şükran və hörmət və qüdrət və qüvvət əbəddən əbədə kimi tarımıza məxsusdur. Amin. O vaxt ağsaqqallardan biri cavab verib mənə dedi, ağ şinellərə geyinmiş bu adamlar kimdirlər və haradan gəliblər? Ona dedim, ağam, sən bilirsən. Mənə dedi, bunlar o böyük məşəqqətdən çıxanlardırlar. Şinellərini yuyublar və onları quzunun qanında ağ ediblər. Bu səbəbdəndir ki, tarı təxtinin hüzurundadırlar və onun məbədində gecə-gündüz ona xidmət edirlər və təxtdə oturan öz xeyməsini onların üstünə quracaq. Onlar bir daha aclıq çəkməyəcəklər, susuz olmayacaqlar, günün istisi və özgə hər bir isti onları yandırmayacaqdır. Çünki təxtin ortasında olan quzu onlara çobanlıq edəcək və onları həyat suyunun bulaqlarına aparacaq və tarı hər yaşı onların gözlərindən siləcəkdir. Fəsil 8. Quzu 7-ci möhürü sındırdıqda, yarım saat qədərincə göydə sükut oldu. Və mən tarının hüzurunda duran 7 mələyi gördüm. Onlara 7 şeypur verildi. Ayrı bir mələk gəlib qurbancağın yanında durdu. Əlində qızıl bir buxurdan var idi və ona çoxlu buxur verilmişdi. Elə ki, təxtin qabağında olan qızıl qurbancağın üstündə bütün müqəddəslərin dualarına qatsın. Buxurun tüstüsü müqəddəslərin duaları ilə birlikdə mələyin əlindən tarının hüzuruna qalxdı. O vaxt mələk buxurdanı götürüb, onu qurbancağın odu ilə doldurdu və onu yerə atdı. Bunun dalınca göy gürültüləri və səslər və şimşəklər və bir zəlzələ baş verdi. 7 şeypuru olan 7 mələk özlərini şeypur çalmağa hazırladılar. Birinci mələk çaldı, qanla qarışmış dolu və od gəldi və yer üzünə yağdırıldı. Yerin 1/3, ağacların 1/3 və bütün yaşıl otlar yandılar. İkinci mələk çaldı. Elə bil ki, alov kimi yanan böyük bir dağ dəhənzin içinə atıldı və dəhənzin 1/3 qana döndü. Dəhənzdə yaşayan məxluqların 1/3 öldü, gəmilərin də 1/3 məhv oldu. Üçüncü mələk çaldı. Məşəl kimi yanan böyük bir ulduz göydən düşdü. Ulduz çayların və su bulaqlarının 1/3 düşdü. O ulduzun adı Əfsəntindir. Suların 1/3 Əfsəntinə döndü və çox insan sulardan öldülər, çünki sular acı olmuşdular. Dördüncü mələk çaldı. Günün, ayın və ulduzların 1/3 vuruldu, elə ki, onların 1/3 qaralsın və gündüzün 1/3 işıqsız qalsın, gecə deyilə. O zaman göyün ortasında uçan bir qartalı gördüm və eşitdim ki, uca bir səslə deyir,
Vay, vay, o qalan 3 mələyin çalacaq şeypur səsinin səbəbindən, vay yer üzündə sakin olanların halına. Fəsil 9. Sonra 5-ci mələk çaldı və mən göydən yerə düşmüş bir ulduz gördüm. Ona dipsiz quyunun açarı verilmişdi. O dipsiz quyunu açdı və quyudan böyük bir təndinin tüstüsü kimi tüstü çıxdı. Gün və hava quyudan çıxan tüstüdən qaraldı. O vaxt tüstünün içindən yer üzünə çəlikkələr gəldi və onlara yerin əqrəblərinin qüdrəti kimi qüdrət verilmişdi. Onlara deyilmişdi ki, yer üzünün otuna, heç bir yaşıl göyərtiyə və heç bir ağaca ziyan yetirməsinlər. Ancaq alınlarında tarının möhürü olmayan adamlara ziyan yetirsinlər. Onlara icazə verilməmişdi ki, kimsəni öldürsünlər, ancaq 5 ay əzab çəkdirsinlər. Çəkdirdikləri əzab, əqrəbin insanı sancan əzabı kimiydi. O günlərdə insanlar ölüm axtaracaqlar və onu tapmayacaqlar. Ölümə həsrət çəkəcəklər və ölüm onlardan qaçacaq. Çərkələrin görünüşü döyüşə hazırlanmış atlar kimiydi. Başlarında elə bil ki, qızıl taclar var idi. Üzləri də insan üzünə oxşayırdı. Arvadların saçları kimi saçları var idi. Dişləri də aslan dişləri kimiydi. Sinələrində dəmir zireh kimi zireh var idi. Və qanadlarının səsi, arabalar səsi, döyüşə qaçan çoxlu atların səsi kimiydi. Əqrəb kimi quyruqlar və nişləri var idi. Quyruqlarında da qüdrət var idi ki, insanları 5 ay incitsinlər. Onların üstünə dipsiz quyunun mələyi səltənət edir. İbrani dilində adı Əbəddundur, Yunani dilində də Apollyon adı var. Yunani dilində də Apollyon adı var. Birinci vay keçsi, bax 2 vay bu şeylərin arxasından hələ gəlir. Sonra 6-cı mələk çaldı və mən tarının hüzurunda olan qızıl qurbancağın 4 buynuzundan bir səs eşitdim. Biri şeypuru olan 6-cı mələyə deyirdi: Böyük Fərat çayı yanında bağlı olan 4 mələyi burax. Bu saat və bu gün və bu ay və bu il üçün hazırlanmış o 4 mələk buraxıldı. Elə ki, insanların 3də birini öldürsünlər. Atlı qoşunların sayı 200 milyon idi. Onların sayını eşitdim. Röyada atları və onların üstündə oturanları bücür gördüm. Atlıların od, göy yaqud və cücür rəngində sinə zirehləri var idi. Atların başı aslan başına bənzəyirdi və ağızlarından od, tüstü və cücür çıxır. İnsanların 3də biri bu 3 bəladan, yəni onların ağızlarından çıxan od, tüstü və cücürdən öldülər. Çünki atların qüdrəti onların ağızlarında və quyruqlarındadır. Çünki quyruqları ilana oxşayır və başları var. Onlarla da ziyan yetirirlər. Bu bəlalardan öldürülməyən insanların qalanı, əllərinin işlərindən tövbə etmədilər. Elə ki, iblislərə, qızıl, gümüş, mis, daş və taxta bütlərə pərəstiş etməsinlər ki, nə görə bilirlər, nə eşidə bilirlər, nə də yeriyə bilirlər. Onlar nə adam öldürməklərindən tövbə etdilər, nə sehrbazlıqlarından, nə iffətsizliklərindən, nə də oğurluqlarından. Fəsil 10. Ayrı bir güclü mələk gördüm ki, göydən enirdi və bir buluda geyinmişdi. Başı üstündə rəngin kaman var idi. Üzü gün kimi,
ayaqları da od sütunları kimiydi. Əlində kiçik bir tumar var idi ki, açıq idi. O, sağ ayağını dəhənzə, sol ayağını da quruluğa qoydu. Və aslan nərildəyən kimi uca bir səslə nərə çəkdi. Nərə çəkən vaxt 7 gürültü səsə gəlib danışdı. 7 gürültü danışandan sonra əngərib yazacaq idim və göydən bir səs eşitdim ki, deyirdi, 7 gürültü deyən şeyləri möhürlə, onları yazma. O zaman o mələk ki, onun dəhənzdə və quruluqda durduğunu görmüşdüm, sağ əlini göyə qaldırdı. Və əbədi və həmişəlik yaşayan, göyləri və onda olanları yaradan, yeri və onda olanları yaradan, dəhənzi və onda olanları yaradan Tanrıya and içdi ki, bundan daha artıq yubanma olmayacaq. Lakin 7-ci mələyin car çəkəcəyi günlərdə, şeypur çalacağı zaman Tanrının sirri tamamlanacaq, necə ki, öz qulları peyğəmbərlərə də vəz etmişdi. Sonra göydən eşitdiyim səs cinə mənimlə danışdı və deyirdi, get dəhənzdə və quruluqda duran mələyin əlindəki açıq tumarı al. Beləcə mələyin yanına getdim və ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi, onu al və ye. O sənin qarnını acılaşdıracaq, amma ağzında bal kimi şirin olacaqdır. Kiçik tumarı mələyin əlindən aldım və onu yedim. Ağzımda bal kimi şirin idi. Onu yiyəndən sonra qarnım acılaşdı. Və mənə dedilər, sən cinə gərək çox xalqların, millətlərin, dillərin və padişahların haqqında nə bilik edəsən. Fəsil 11. Sonra mənə əl ağacına bənzəyən bir arşın verildi. Və biri mənə dedi, dur, Tanrının məbədini, qurbancahı və onun içində pərəstiş edənləri ölç. Lakin məbədin eşiyində olan səhni burax və onu ölçmə. Çünki o, ayrı millətlərə verilib və onlar müqəddəs şəhəri 42 ay paymal edəcəklər. Və mən 2 şahidimə iqtidar verəcəyəm. Onlar da çula bürünmüş 1260 gün nəblik edəcəklər. Bunlar yeryüzünün Rəbbi huzurunda duran o 2 zeytun ağacı və o 2 çıraqdandırlar. Və əgər kimsə onlara ziyan yetirmək istəsə, onların ağzından od çıxıb düşmənlərini udar. Beləcə, əgər kimsə onlara ziyan getirmək istəsə, bu cür ölməlidir. Bunların qüdrəti var ki, göyü bağlasınlar, elə ki, onların nəblik edən günlərində yağış yağmasın. Onların sular üstünə qüdrəti var ki, onları qana döndürsünlər. Və nə qədər də ki, istəyirlər, yeri hər bəla ilə vursunlar. Onlar şəhadətlərini başa çatdırandan sonra, dipsiz quyudan çıxan canavar onlarla müharibə başlayacaq və qalib gəlib onları öldürəcək. Onların cəsədləri məcazi dildə Sodom və Misir çağırılan o böyük şəhərin xiyabanlarında səriləcək ki, orada onların Rəbbi də çarmıxa çəkildi. Xalqlardan, qəbilələrdən, dillərdən və millətlərdən olan adamlar 3 gün yarım onların ölü bədənlərinə baxacaqlar və icazə verməyəcəklər ki, ölü bədənləri qəbirə qoyulsun. Yeryüzündə sakin olanlar onların bu halına sevinib şadlıq edəcəklər və bir-birlərinə hədiyyələr göndərəcəklər. Çünki bu 2 peyğəmbər yeryüzündə sakin olanlara əzab çəkdirdilər. Lakin 3 gün yarımdan sonra Tanrıdan gələn həyat nəfəsi onların içinə girib ayaqları üstündə durdular və onları görənləri böyük bir dəhşət bürüdü. Və göydən uca bir səs eşitdilər ki, onlara deyirdi,
buraya çıxın. O vaxt onlar göyə, buludlar içinə qalxdılar və düşmənləri onları gördülər. O saat böyük bir zəlzələ baş verdi və şəhərin 1/10 yıxıldı. O zəlzələdə 7000 nəfər öldülər. Qalanları da dəhşətə düşüb göyün tarısına izzət verdilər. İkinci vay keçdi, bax, üçüncü vay tezliklə gəlir. O zaman 7-ci mələk çaldı və göydə uca səslər eşidildi ki, deyirdilər, dünyanın padişahlığı Rəbbimizin və onun Məsihinin olub və o əbəddən əbədəcək saltanat edəcək. Tanrının hüzurunda təxtlərində oturan 24 ağsaqqal üzləri üstündə yerə düşdülər və Tanrıya pərəstiş edib deyirdilər, ey Rəbbimiz Tanrı, hər şeyə qadir olan, var olan və var olmuş. Sənə şükürlər edirik, çünki böyük qüdrətini alıb səltənət etməyə başlayıbsan. Millətlər qəzəblənmişdilər və sənin qəzəbin gəldi. O zaman yetişdi ki, ölülər mühakimə olsunlar, özlərini sənə qul etmiş peyğəmbərlərə, müqəddəslərə, sənin adından qorxanlara, kiçiklərə və böyüklərə padaş verilsin və yer məhv olunsun. Tanrının göydə olan məbədi açıldı və əhdinin sandığı onun məbədində zahir oldu. Şimşəklər, gürültülər səsi, bir zəlzələ və böyük bir dolu tufanı baş verdi. Fəsil 12. Göydə böyük bir əlamət zahir oldu. Günü geyinmiş bir arvad, ayaqları altında ay və başı üstündə 12 ulduzlu bir tac. Arvad boylu idi. Doğmaq ağrısından ağrı və dərd çəkərək qışqırdı. Sonra göydə ayrı bir əlamət zahir oldu və bax, 7 başlı və 10 buynuzlu bir böyük qırmızı əjdaha. Başlarının üstündə də 7 tac var idi. Onun quyruğu göy ulduzlarının 1/3 süpürüb yer üzünə atdı. Əjdaha doğmaq halında olan arvadın qabağında durdu, elə ki, arvad doğduqda onun uşağını udsun. Arvad bir oğlan uşağı doğdu ki, dəmir əsa ilə bütün millətlərə hökmranlıq edəcək idi. Arvadın uşağı Tanrının yanına və onun təxtinin yanına götürüldü. O vaxt arvad çölə qaçdı. Onun orada Tanrı tərəfindən hazırlanmış bir yeri var idi ki, onu 1260 gün bəsləsinlər. Və göydə müharibə baş verdi. Mikail və onun mələkləri əjdaha ilə vuruşdular. Əjdaha və onun mələkləri döyüşdülər, lakin gücləri çatmadı və göydə onlara artıq yer tapılmadı. O böyük əjdaha, iblis və şeytan çağrılan o qədimçi ilan və bütün dünyanı azdıran aşağı atıldı. Onunla birlikdə mələkləri də aşağı atıldılar. Sonra göydə böyük bir səs eşitdim ki, deyirdi, İndi nicat və qüdrət və Tanrımızın padişahlığı və onun Məsihinin iqtidarı gəlib. Çünki qardaşlarımıza ittiham vuran, onlara Tanrımızın hüzurunda gecə-gündüz ittiham vuran aşağı atılıb. Onlar ona quzunun qanı vasitəsilə və şəhadətlərinin sözü ilə qalib gəldilər və öz canlarını hətta ölümlə üzbəüz olduqları zaman da sevmədilər. Bu səbəbdən ey göy və onda sakin olan sizlər şadlıq edin, vay olsun yerə və dəhəncə. Çünki iblis böyük qəzəblə sizin yanınıza enib və bilir də ki, ancaq qısa bir müddəti var. Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağını doğmuş arvada əzab çəkdirdi.
Amma arvada böyük qartalın iki qanadı verilmişdi. Elə ki çölə öz yerinə uçub gedə bilsin. Orada ilandan uzaqda bir zaman və zamanlar və yarım zaman bəslənəcək idi. İlan arvadın dalınca ağzından çay kimi su tökdü, elə ki onu sellə süpürüb aparsın. Amma yer arvada kömək etdi. Yer ağzını açdı və əjdahanın ağzından dökülən suyu içdi. Beləcə əjdaha arvada qəzəbləndi və getdi ki, onun qalan övladları ilə ki, Tanrının əhkamlarını və İsa'nın şəhadətini bərk tuturlar, savaşsın. Fəsil 13. Əjdaha dəhənzin sahili qumları üstündə dayandı. O vaxt dəhənzdən çıxan 10 buynuzlu və 7 başlı bir canavar gördüm. Buynuzlarının üstündə 10 tacı, başları üstündə də küf adları var idi. Gördüyüm canavar pələngə bənzəyirdi. Ayaqları ayı ayaqlarına, ağzı da aslan ağzına oxşayırdı. Əjdaha ona öz qüdrətini, təxtini və böyük iqtidarını verdi. Mən onun başlarından birini gördüm ki, elə bil kəsilmişdi və onun ölümcül yarası sağaldıldı. Bütün yeryüzünü heyrət bastı və canavarın dalınca getdilər. Onlar əjdahanı pərəstiş etdilər, çünki iqtidarını canavara verdi. Və canavarı pərəstiş edib deyirdilər, bu canavar kimi kim var, kim onunla vuruşa bilər? Ona kibirli sözlər danışan və küfrləyən bir ağız verilmişdi. İqtidarda verilmişdi ki, 42 ay fəaliyyət etsin. O ağzını Tanrının ziddinə küfrlərlə açdı ki, onun adına və onun xeyməsinə, yəni göydə sakin olanların ziddinə küfrləsin. Ona bu da verilmişdi ki, müqəddəslərin ziddinə müharibə etsin və onlara qalib gəlsin. Və ona hər qəbilə, hər xalq, hər dil və hər millət üstünə iqtidar verilmişdi. Bütün yeryüzündə sakin olanlar onu pərəstiş edəcəklər. Hər kəs ki, adı dünyanın binasından bəri qurban olmuş quzunun həyat kitabında yazılmayıb. Qulağı olan qoy eşitsin. Əgər kimsə əsirliyə müqəddərdir, əsirliyə gedir. Əgər kimsə qılıncla öldürür, qılıncla öldürülməlidir. Müqəddəslərin təhəmmül və imanı buradadır. O vaxt yerdən çıxan ayrı bir canavarı da gördüm. Quzu kimi 2 buynuzu var idi və əjdaha kimi danışırdı. O, birinci canavarın bütün iqtidarını onun hüzurunda əmələ gətirir və yer və onda sakin olanları məcbur edir ki, ölümcül yarası sağaldırmış birinci canavarı pərəstiş etsinlər. O, elə böyük əlamətlər yaradır ki, hətta insanların hüzurunda göydən yerə od yağdırır. Və canavarın hüzurunda əməl etməsinə icazə verən əlamətlərlə yer üzündə sakin olanları aldadır və yer üzündə sakin olanlara deyir ki, qılıncla yaralanmış və cinə həyata dönmüş canavarın timsalını düzəlsinlər. Və ona verilmişdi ki, canavarın timsalına nəfəs versin. Elə ki, canavarın timsalı hətta danışsın və canavarın timsalını pərəstiş etməyən hər kəs öldürülsün. Və o bahis olur ki, kiçikdən böyükə, varlıdan yoxsula, azaddan qula qədər hər kəsin sağ əl ya da alnına nişan vurulsun. Bu nişana, yəni canavarın adına ya da adına aid sayıya aid olmayan kimsəyə alver etmək mümkün olmayacaq. Hikmət buradadır. Qoy fəhim adam canavara aid sayı hesablasın. Çünki bu bir insanın sayıdır. Onun sayı 666'dır.
Fəsil 14. O vaxt baxdım və bax, quzu Səhyun dağının başında durmuşdu və onunla 144.000 nəfər dayanmışdılar ki, alınlarında onun və atasının adı yazılmışdı. Və göydən bir səs eşitdim ki, gür-gür axan suların səsinə və böyük gürültü səsinə bənzəyirdi. Eşitdiyim səs, çənglərini çalan çəngçilərin səsi kimi idi. Onlar təxtin, 4 canlı məxluqun və ağsaqqalların hüzurunda təzə bir mahnı oxuyurdular və heç kim bu mahnını öyrənə bilmirdi, məgər yer üzündən satın alınmış o 144.000 nəfər. Bu adamlar onlardırlar ki, özlərini arvadlarla ləkəli etməyiblər, çünki özlərini bakirə saxlayıblar. Bunlar onlardırlar ki, quzunun dalınca haraya getdiyi yerə gedirlər. Bunlar adamlar arasından tarı və quzu üçün nobar satın alınıblar. Və onların ağzında heç yalan tapılmadı. Onlar qüsursuzdular. Göyün ortasında uçan ayrı bir mələk də gördüm. Onun əbədi xoş xəbəri var idi ki, yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa müjdə versin. O, uca bir səslə dedi, Tanrıdan qorxun və ona izzət verin, çünki onun mühakimə etməyinin saatı yetişdi. Göyü, yeri, dəhənzi və sular bulaqlarını yaradana pərəstiş edin. İkinci bir mələk onun arxasından gəlib deyirdi, yıxılıb, o böyük Babil şəhəri yıxılıb, o ki, bütün millətləri iffətsizliyin şəhvətinin şərabından içdirdi. Sonra üçüncü bir mələk onların arxasında gəlib uca bir səslə deyirdi, kim canavara və onun timsalına pərəstiş etsə və alınına ya da əlinə nişan vurulsa, o da Tanrının qəzəbinin şərabından içəcək ki, onun qəhrinin piyaləsində kamil qüvvətdə qarışdırılıb. O, müqəddəs mələklərin və quzunun hüzurunda od və cücürtlə də əzab çəkdiriləcək. Onların əzablarının tüstüsü əbəddən əbədə kimi qalxır. Canavara və onun timsalına pərəstiş edənlərin və onun adının nişanını qəbul edənlərin nə gündüz rahatlığı var, nə də gecə. Buradadır müqəddəslərin tab gətirməkləri ki, Tanrının əhkamlarını və İsa'ya olan imanlarını hifz edirlər. Göydən bir səs eşitdim ki, deyirdi, yaz. Xoş o adamların halına ki, indidən belə Rəbdə ölürlər. Müqəddəs ruh deyir, bəli. Elə ki, zəhmətlərindən rahatlansınlar, çünki onların əməlləri onların arxasından gedir. Sonra baxdım və bax, ağ bir bulud və buludun üstündə oturan bir insan oğluna bənzəyirdi. Başında qızıl bir tac, əlində də iti bir oraq var idi. Məbədin içindən ayrı bir mələk çıxdı və uca bir səslə bulud üstündə oturana dedi, orağını işə sal və biç, çünki biçin zamanı gəlib, çünki yer üzünün məhsulu yetişib. Sonra bulud üstündə oturan orağını yer üzünə saldı və yer üzü biçildi. Göydə olan məbədin içindən ayrı bir mələk də çıxdı. Onun əlində də iti bir oraq var idi. Sonra od üstünə hakimiyyəti olan ayrı bir mələk qurbancaqdan çıxdı və uca bir səslə iti orağı olanı çağırıb deyirdi, İti orağını işə sal və yer üzünün salxımlarını dər, çünki üzümləri yetişib. Beləcə mələk orağını yer üzünə saldı və yerin üzüm salxımlarını dərib, onları Tanrının qəzəbinin böyük üzüm sıxanına atdı. Şəhərin eşiyində olan üzüm sıxan sıxıldı və üzüm sıxanın içindən atların cilovuna kimi 1600 ox atımı qədər qan eşiyə çıxdı. Fəsil 15. Sonra göydə böyük və heyrətə salan başqa bir əlamət gördüm.
7 mələk ki, axırki 7 bəlaları gətirdilər. Çünki Tanrının qəzəbi onlarla qurtarır. Odla qarışıq, şüşədən dəhənz kimi bir şey gördüm. Canavara, onun timsalına və onun adına aid sayıya qalib gələnlər bu şüşə dəhənzin üstündə durmuşdular və Tanrının çəngləri əllərində idi. Onlar özünü Tanrıya qul etmiş Musanın və quzunun mahnısını oxuyub deyirdilər: Ey Rəbb Tanrı, hər şeyə qadir olan, sənin işlərin böyük və heyrətə salandır, ey millətlərin padişahı. Sənin yolların salih və doğrudur. Ya Rəbb, kim səndən qorxmaz və sənin adını izzətləndirməz? Çünki ancaq sən müqəddəssən, çünki bütün millətlər gəlib sənin huzurunda pərəstiş edəcəklər, ona görə ki, sənin salih işlərin aşkar olub. Bu şeylərdən sonra baxdım və göydə şəhadət xeyməsinin məbədi açıldı. Və 7 bəlanı gətirən o 7 mələk məbəddən eşiyə çıxdı. Təmiz və parlaq bir katana geyinmişdilər və sinələrini qızıl qurşaqlarla bağlamışdılar. O vaxt 4 canlı məxluqun biri 7 mələyə 7 qızıl kasa verdi ki, əbəddən əbədəcək yaşayan Tanrının qəzəbi ilə dolu idi. Və məbəd Tanrının şövkət və qüdrətindən çıxan tüstü ilə doldu. Və 7 mələyin 7 bəlası tamam olmayana qədər heç kəs məbədə girə bilmirdi. Fəsil 16. O vaxt məbəddən uca bir səs eşitdim ki, 7 mələyə deyir: Gedin və Tanrının qəzəbinin 7 piyaləsini yer üzünə tökün. Beləcə birinci mələk getdi və piyaləsini yer üzünə tökdü və canavarın nişanı onlarda olan və onun timsalını pərəstiş edən adamlarda pis və iyrənc yara əmələ gətirdi. İkinci mələk piyaləsini dəhənzə tökdü. Dəhənz ölü adamın qanı kimi qana döndü və bütün onda yaşayanlar öldülər. Sonra üçüncü mələk piyaləsini çaylara və su bulaqlarına tökdü və onlar qana döndülər. Eşitdim ki, suların mələyi deyir: Ey müqəddəs olan, ey var olan və var olmuş, sən adilsən, çünki bu şeyləri mühakiməyə çəkirsən. Çünki onlar müqəddəslərin və peyğəmbərlərin qanlarını tökdülər və sən onlara içmək üçün qan veribsən. Onlar buna layiqdirlər. Eşitdim də ki, qurbancah deyir: Bəli, ey Rəbb Tanrı, ey qadir, sənin hökmlərin doğru və adildir. Dördüncü mələk piyaləsini günə tökdü və ona əta oldu ki, insanları odla yandırsın. İnsanlar böyük istiliklə yandılar və bu bəlaların üstünə qüdrət olan Tanrının adına küfr dedilər. Tövbə də etməyib beləcə ona izzət vermədilər. Sonra 5-ci mələk piyaləsini canavarın təxti üstünə tökdü və onun padişahlığını zülmət bürüdü və onlar əzabdan dillərini dişlədilər. Və əzab və yaralarından ötürü göyün Tanrısına küfr dedilər və öz əməllərindən tövbə etmədilər. 6-cı mələk piyaləsini fərata, o böyük çaya tökdü və onun suyu qurudu, elə ki, şərqdən gələn padişahların yolu hazırlansın. Və əjdahanın ağzından, canavarın ağzından və yalancı peyğəmbərin ağzından gördüm ki, qurbağaya bənzəyər 3 napaç ruh çıxdı. Bunlar əcaib yaradan iblislərin ruhlarıdırlar. Bütün dünyanın padişahları yanına gedirlər ki, onları hər şeyə qadir olan Tanrının böyük gününün müharibəsi üçün bir yerə yıxsınlar. Baxın, mən oğru kimi gəlirəm. Xoş o adamın halına ki, oyaq qalır və paltarlarını üstündə saxlayır. Elə ki, lüt gəzməsin.
adamlar da onun xəcalətini görməsinlər. Və onlar padişahları İbrani dilində Har-Məgeddon deyilən yerdə bir yerə yığdılar. Sonra 7-ci mələk piyaləsini havaya tökdü və məbədin içindən, taxtdan uca bir səs gəldi ki, deyirdi, tamam oldu. Şimşəklər və səslər və gürültülər baş verdi. Və elə bir zəlzələ oldu ki, insanın yer üzündə olduğu vaxtdan bəri onun kimi böyük və güclü biri baş verməyib. O böyük şəhər 3 yerə bölündü və millətlərin şəhərləri yıxıldılar. Böyük Babildə Tanrının hüzurunda xatırlandı ki, onun şiddətli qəzəbinin şərabı olan piyalə ona verilsin. Hər cəzirə qaçdı. Dağlar da tapılmadılar. Göydən insanların üstünə elə böyük dolular yağdılar ki, hər birinin ağırlığı 14 batman olardı. İnsanlar da dolu bəlası üzündən Tanrıya küfredilər, çünki ondan gələn bəla çox şiddətli idi. Fəsil 17. Sonra 7 piyaləsi olan o 7 mələklərdən biri gəldi və mənimlə danışıb dedi, buraya gəl. Çox suların üstündə oturan o böyük fahişənin mühakiməsini sənə göstərəcəyəm. O ki, yeryüzünün padişahları onunla zina etdilər və onun iffətsizliyinin şərabından yeryüzündə sakin olanlar keyfləndilər. O, məni müqəddəs ruhda bir çölə apardı. Orada mən 7 başlı, 10 buynuzlu və küfr adı ilə dolu qırmızı bir canavarın üstündə oturmuş bir arvad gördüm. Arvad ərğavan və qırmızı paltara geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmiş idi. Onun əlində qızıl bir piyalə var idi ki, iyrənc şeylər və öz iffətsizliyinin çirkabı ilə dolu idi. Onun alnında bir ad, bir sir yazılmışdı. Böyük Babil. Yeryüzünün fahişələrinin və iyrəncliklərinin anası. Gördüm ki, arvad müqəddəslərin qanından və İsa'nın şahidlərinin qanından keflidir. Onu görəndə heyrətdən mat qaldım. Və mələk mənə dedi, nə üçün heyrət edirsən? Mən sənə o arvadın və mindiyi o 7 başlı və 10 buynuzlu canavarın sirrini deyəcəyəm. Gördüyün canavar var idi və indi yoxdur. Əngəlib dipsiz quyudan çıxacaq və həlakətə gedəcək. Yeryüzündə sakin olan o adamlar ki, dünyanın binasından bəri adları həyat kitabında yazılmayıb, canavarı görəndə heyrət edəcəklər, çünki o var idi və yoxdur və gələcək. Burada hikmətli ağıl lazımdır. 7 baş arvadın oturduğu 7 dağdır. Və onlar 7 padişahdır ki, 5'i yıxılmış, biri var, o birisi də hələ gəlməyib. Gəldikdə gərək az bir müddət qalsın. O var olmuş, lakin indi olmayan canavar, özü də 8-ci padişahdır. 7'lərdən biridir və həlakətə gedir. Gördüyün o 10 buynuz, 10 padişahdır ki, hələ padişahlıqları yoxdur. Lakin bir saatlıq padişahlar adında canavarla bərabər iqtidar alırlar. Bunların tək bir niyyəti var və öz qüdrət və iqtidarlarını canavara verirlər. Onlar quzunun ziddinə müharibə başlayacaqlar və quzu onlara qalib gələcək. Çünki o, Rəblərin Rəbbi və padişahların padişahıdır və onunla olanlar dəvət olunmuş, seçilmiş və vəfalıdırlar. Və mənə dedi, arvadın oturduğu o gördüyün sular, xalqlar, cəmaatlar, millətlər və dillərdirlər. Amma gördüyün o 10 buynuz və canavar
fahişədən nifrət edib onu pərişan və lüt qoyacaqlar, ətini də yeyib onu odla yandıracaqlar. Çünki tarı onların ürəyinə bunu salıb ki, tarının kəlamı yerinə yetişənəcək, həmən fikirdə olaraq və padişahlıqlarını canavara verərək tarının məqsədini yerinə yetirsinlər. Gördüyün o arvad, o böyük şəhərdir ki, yeryüzünün padişahları üstünə saltənət edir. Fəsil 18. Bu şeylərdən sonra göydən enən ayrı bir mələk gördüm. Onun böyük iqtidarı var idi və yeryüzü onun şövkəti ilə münəvvər olmuşdu. O güclü bir səslə nida edib deyirdi, yıxılıbdır. O böyük Babil yıxılıbdır. O, iblislərin məskəni, hər cür napaç ruhun zindanı və hər cür napaç və mənfur quşun yuvası olubdur. Çünki bütün millətlər onun iffətsizlik həvəsinin şərabından içiblər. Yeryüzünün padişahları onunla zina ediblər. Dünyanın tacirləri də onun hava həvəsinin sərvəti ilə varlı olublar. Göydən ayrı bir səs eşitdim ki, deyirdi, ey mənim xalqım, ondan eşiyə çıxın ki, onun günahlarında şərik olmayasınız və bəlaları sizin başınıza düşməsin. Çünki onun günahları göyə qədər çatıb və tarı onun fəsadlarını yada salıb. Nə verib ona elə də əvəzini verin, onun əməllərinin əvəzini 2 qat verin. Şərab hazırladığı piyalədə ona 2 qat hazırlayın. Nə qədər özünü izzətləndirib hava həvəslərində yaşamış olsa, ona o qədər də əzab və şivən verin. Çünki ürəyində deyir, mən bir mələk kimi otururam və dul biri deyiləm, şivən üzü də görməyəcəyəm. Buna görə onun bəlaları, ölüm, şivən və qəhdi bir gündə gələcək və odla yanacaqdır. Çünki onu mühakimə edən Rəbb tarı güclüdür. Onunla zinaya batmış və onun hava həvəslərində yaşamış yeryüzünün padişahları, onun yandığının tüstüsünü görən vaxt, onun üçün ağlayıb şivən edəcəklər. Onun çəkdiyi əzabın qorxusundan uzaqda durub deyəcəklər, vay, vay, o böyük şəhər Babil, o qüdrətli şəhər. Çünki sənin mühakimə olunmağın bir saatda gəlib. Dünyanın tacirləri də onun üçün ağlayıb yasa batarlar. Çünki onların mallarını artıq kimsə almır. Qızıl, gümüş, qiymətli daşlar, mirvarilər, zərif kətan, ərğaman və ipək və qırmızı, hər cür ətirli ağac, fil dişindən düzəlmiş hər cür əşya, qiymətli ağacdan, bürüncdən, dəmirdən və mərmərdən düzəlmiş hər cür mal, darcın, ədviyə, mür, ətir, buxur, şərab, zeytun yağı, əla un, buğda, maleyvanlar, qoyunlar, atlar, arabalar, qullar və insan canları. Canının arzu çəkdiyi meyvə əlindən gedib, bütün nəfis və dəbdəbəli şeylər səndən qeyb olub, onlar səndə bir daha tapılmaz. Ondan varlı olan bu malların tacirləri, onun əzabının qorxusundan uzaqda duracaqlar və ağlayıb yasa batacaqlar. Deyəcəklər, vay, vay, o böyük şəhər, zərif çatana, ərğaban və ala qırmızı geyinən, qızıl, qiymətli daşlar və mirvarilərlə bəzənən. Çünki bütün belə böyük sərvət bir saat içində yox oldu. Bütün gəmi sahibləri, müsafirlər və gəmiçilər, dəhənzdən ruzlərini çıxardanların hamısı uzaqda durdular və onun yandığının tüstüsünü görəndə bağırıb deyirdilər, bu böyük şəhərə hansı şəhər bənzər? Və başlarına toz töküb bağırırdılar, ağlayıb şivən edirdilər, deyirdilər, vay,
Vay, o böyük şəhər, o şəhər ki, onun sərvətindən bütün gəmi sahibləri varlandı. Çünki bir saat içində bərbad oldu. Ey göy, ey müqəddəslər, həvarilər və nəbilər, onun halına sevinin, çünki tarı sənin üçün onun ziddinə hökm edib. Sonra güclü bir mələk dəyirman daşına bənzər böyük bir daşı götürüb dəhənzə atdı və deyirdi: böyük şəhər Babil belə şiddətlə atılacaq və bir daha tapılmayacaq. Çəngçilərin, sazandaların, tütəkçilərin və şeypurçalanların səsi səndə artıq eşidilməyəcək. Heç ustalığın ustası səndə tapılmayacaq və dəyirman daşının səsi də səndə eşidilməyəcək. Çıraq işığı səndə bir daha işıq verməyəcək. Bəylə gəlin səsi də səndə artıq eşidilməyəcək. Çünki sənin tacirlərin yeryüzünün böyük adamları idilər və sənin sehrbazlığınla bütün millətlər aldanmışdılar. Və peyğəmbərlərin, müqəddəslərin və yeryüzündə öldürülmüşlərin hamısının qanı onda tapıldı. Fəsil 19. Bu şeylərdən sonra göydən böyük bir cəmaatın uca səsi kimi bir səs eşitdim ki deyirdi: Haleluya! Nicat, şövkət və qüdrət bizim Tanrıya aiddir. Çünki onun hökmləri doğru və salihdir. Ona görə ki, iffətsizliyi ilə yeryüzünü fəsada çəkən o böyük fahişəni mühakiməyə çəkib və öz qullarının qanının intiqamını ondan alıb. Bir də dedilər: Haleluya! Onun tüstüsü əbəddən əbədəcək yuxarı qalxır. 24 ağsaqqal və o 4 canlı məxluq yerə düşdülər və təxtə oturan Tanrını pərəstiş edib deyirdilər: Amin, haleluya. Və təxtdən bir səs gəldi ki deyirdi: Siz ey onun bütün qulları, siz ey ondan qorxanlar, kiçiklər və böyüklər, Tanrımıza həmd edin. Sonra böyük bir cəmaatın səsi kimi, çox suların səsi kimi və qüvvətli gürültülərin səsi kimi bir səs eşitdim ki deyirdi: Haleluya! Çünki Rəbb Tanrımız o qadir olan səltənət edir. Gəlin şadlıq edib sevinək və ona izzət verək, çünki quzunun toyu yetişib və onun gəlini özünü hazırlayıb. Geymək üçün ona təmiz, parlaq və zərif kətan verildi. Çünki zərif kətan müqəddəslərin salih əməlləridir. Sonra o mənə dedi: Yaz, xoş o adamların halına ki, quzunun toy ziyafətinə dəvət olunublar. Və mənə dedi: Bunlar Tanrının həqiqi sözləridirlər. O vaxt onun ayaqlarına düşdüm ki, onu pərəstiş edim, lakin o mənə dedi: Bunu etmə. Mən sənin və İsa'nın şəhadətini saxlayan qardaşlarının həmkar quluyam. Tanrıya pərəstiş et. Çünki İsa'nın şəhadəti nə bilik ruhudur. Göyü açılmış gördüm və bax, ağır bir at. Onun üstündə oturan vəfalı və sadiq çağırılır və o salihlikdə mühakimə edib müharibə qaldırır. Gözləri bir od alovudur, başında çoxlu tac var, üstündə yazılmış bir ad da var ki, özündən başqa heç kəs bilmir. Qana batmış bir şinel geyinib, adı da Tanrının kəlamı çağırırlar. Göydə olan qoşunlar ağ, təmiz və zərif kətana geyinmiş ağ atların üstündə onun dalınca gedirdilər. Onun ağzından iti bir qılınc çıxır, elə ki, onunla millətləri vursun. O, dəmir bir əssa ilə onlara səltənət edəcək və hər şeyə qadir olan Tanrının hiddətli qəzəbinin üzüm çıxan hovuzunu o sıxır. Şinelində və budunda yazılmış bu ad var: Padişahların padişahı və Rəblərin Rəbbi.
Sonra gün içində duran bir mələk gördüm və o uca bir səslə nida edib göyün ortasında uçan bütün quşlara deyirdi: Gəlin, Tanrının böyük ziyafəti üçün bir yerə yığılın. Elə ki, padişahların ətini, sərkərdələrin ətini, güclülərin ətini, atların və onların üstündə oturanların ətini, bütün insanların ətini, həm azadların, həm də qulların, kiçiklərin və böyüklərin ətini yiyəsiniz. Və mən canavarı, yeryüzünün padişahlarını və onların qoşunlarını bir yerə yığılmış gördüm ki, at üstündə oturanın və onun qoşununun ziddinə müharibə qaldırsınlar. Canavar və onun hüzurunda əlamət görsədən o yalancı peyğəmbər ki, onların vasitəsilə canavarın nişanını alanları və onun timsalını pərəstiş edənləri aldadırdı, əsir alındı. Və bunların ikisi də diri-diri gücürlə yanan od gölünə atıldılar. Qalanları da at üstündə oturanın ağzından çıxan qılıncla öldürüldülər və bütün quşlar onların əti ilə doydular. Fəsil 20. Sonra göydən enən bir mələk gördüm. Əlində dipsiz quyunun açarı və böyük bir zəncir var idi. O əjdahanı, o qədim ilanı ki, iblis və şeytandır da tutdu və onu millə kimi bağladı. Onu dipsiz quyuya atdı və ağzını bağlayıb üstünə möhür vurdu, elə ki, o 1000 il tamam olanacaq millətləri bir daha aldatmasın. Bu şeylərdən sonra o gərək qısa bir müddət üçün buraxılsın. Sonra təxtlər gördüm və onlar təxtlərin üstündə oturdular və mühakimə etmək üçün rüxsəti onlara verildi. İsa'nın şəhadəti və Tanrının kəlamı üçün başları kəsilmişlərin canlarını gördüm və o adamları da canavarı və ya onun timsalını pərəstiş etməmişdilər. Və onun nişanını alınları ya da əlləri üstünə almamışdılar. Onlar dirildilər və 1000 il Məsihlə səltənət etdilər. Qalan ölülər 1000 il tamam olana kimi dirilmədilər. Bu birinci qiyamətdir. Mübarək və müqəddəsdir o adam ki, birinci qiyamətdə bir payı var. Onların üstündə ikinci ölümün heç qüdrəti yoxdur. Lakin onlar Tanrı və Məsihin kahinləri olacaqlar və onunla 1000 il səltənət edəcəklər. 1000 il tamam olanda şeytan zindanından buraxılacaq və çıxacaq ki, yeryüzünün 4 quşəsində olan millətləri Cocu və Macocu aldatsın və müharibə üçün bir yerə yıxsın. Onların sayı dəhənzin qum dənələri qədərdir. Onlar yeryüzünün enliyinə çıxdılar və müqəddəslərin ordugahını və o sevgili şəhəri mühasirə etdilər. Göydən od nazil olub onları məhv etdi. Və onları aldatan iblis də canavar və yalancı peyğəmbərin olduğu yerə, yəni od və cücürt gölünə atıldı. Onlar gecə-gündüz əbəddən əbədə kimi əzab çəkəcəklər. Sonra böyük ağ bir təxt və onun üstündə oturanı gördüm. Yer və göy onun hüzurundan qaçdı və onlar üçün bir məkan tapılmadı. Və mən ölüləri böyükdən kiçiyinə qədər gördüm ki, təxtin hüzurunda durublar və tumarlar açıldı. Ayrı bir tumar da açıldı ki, həyat tumarıdır. Ölülər tumarlarda yazılanlardan öz əməllərinə mütabiq mühakimə olundular. Dəhənz özündə olan ölüləri təslim etdi. Ölüm və ölülər diyarı onlarda olan ölüləri təslim etdilər və mühakiməyə çəkilib hər birinə əməllərinə mütabiq hökm olundu. Sonra ölüm və ölülər diyarı od gölünə atıldı. Bu od gölü ikinci ölümdür. Və həyat tumarında adı yazılmış olmayan hər kəs od gölünə atıldı. Fəsil 21. O vaxt təzə bir göy və təzə bir yer gördüm. Çünki əvvəlki göy və əvvəlki yer keçib getmişdi. Dəhənz də artıq yoxdur. Və müqəddəs şəhəri,
Təzə Orşəlimi gördüm ki, göydən tarının yanından enir. O, öz əri üçün hazırlanmış, bəzəkli bir gəlin kimi idi. Taxtdan uca bir səs eşitdim ki, deyirdi, bax, tarının xeyməsi insanlar arasındadır və tarı onların arasında sakin olacaq. Onlar onun xalqı olarlar və tarı özü onların arasında olacaq. Onların gözlərindən hər yaşı siləcək və ölüm artıq olmayacaq. Artıq nə qüssə olacaq, nə ağlaşma ya da dərd. Əvvəlki şeylər keçib gedib. Taxtda oturan dedi, bax, mən hər şeyi təzələndirirəm. Və dedi, yaz, çünki bu sözlər sadiq və doğrudur. Sonra o mənə dedi, tamam oldu. Əlif və ya, başlanış və axır mənəm. Mən susuz olana, həyat suyunun bulağından müftə su verəcəyəm. Qalib gələn bu şeyləri miras alacaq, mən onun tarısı olacağım, o da mənim oğlum olacaqdır. Amma qorxaqların, imansızların, iğrənclərin, qatillərin, iffətsizlərin, sehirbazların, bütpərəstlərin və bütün yalançıların payı od və cücürlə yanan göldə olacaq ki, ikinci ölümdür. Sonra 7 mələklərdən biri ki, axırki 7 bəlalardan dolu 7 piyaləsi var idi, gəldi və mənimlə danışıb dedi, buraya gəl, mən sənə gəlini, quzunun arvadını göstərəcəyəm. Və ruhda məni böyük və uca bir dağın üstünə apardı və mənə müqəddəs şəhər Orşəlimi göstərdi ki, göydən, tarının yanından enirdi. Və tarının şövkəti onda idi. Onun şəfəqi çox qiymətli bir daşa, bürurlaşan yaşam daşına oxşayırdı. Onun böyük və uca bir duvarı, 12 dərvazası, dərvazaların yanında da 12 mələk var idi. Qapıların üstündə 12 ad yazılmışdı ki, İsrail oğullarının 12 qəbiləsinin adlarıdır. Şərq səmtində 3 qapı, şimal səmtində 3 qapı, cənub səmtində 3 qapı, qərb səmtində 3 qapı var idi. Şəhər duvarının 12 bünövrə daşı və onların üstündə də quzunun 12 həvarisinin 12 adı var idi. Mənimlə danışan mələyin bir arşın qızıl ağacı var idi ki, onunla şəhəri, onun dərvazalarını və onun duvarını ölçsün. Şəhər 4 bucaq şəklindədir və uzunluğu eni qədərdir. Mələk şəhəri arşın ağacı ilə ölçdü, uzunluğu 12.000 ox atımı, uzunluğu, eni və boyu da bərabərdir. Onun duvarını da ölçdü. İnsan ölçüsünə mütabiq 144 qol uzunluğu ki, mələyin işlətdiyi ölçüdür də. Duvar yaşam daşından tikilmişdi. Şəhər saf şüşə kimi xalis qızıldan idi. Şəhərin duvarının bünövrələri hər cür qiymətli daşlarla bəzədilmişdi. Birinci bünövrə daş yaşam idi. İkincisi safir. Üçüncüsü ala əqiq, dördüncüsü zümürrüd, beşincisi ağ əqiq, altıncısı qırmızı əqiq, yeddincisi sarı yaqut, səkkizincisi göy zümürrüd, doqquzuncusu zəbərcət, onuncusu sarı zümürrüd, 11-incisi göy yaqut və 12-incisi də mür yaqut. 12 dərvaza, 12 mirvar idi. Dərvazanın hər biri bir mirvar idi. Şəhərin küçəsi şəffaf şüşə kimi xalis qızıldan idi. Orada məbəd görmədim, çünki onun məbədi hər şeyə qadir olan Rəbb tarı və quzudur. Şəhərin nə günə, nə də aya ehtiyacı var ki, ona işıq satsın. Çünki tarının cəlalı onu işıqlandırıb, şəhərin çırağı da quzudur. Millətlər onun işığında gəzəcəklər, yeryüzünün padişahları da şövkətlərini ona gətirəcəklər. Gündüzlər dərvazaları əsla bağlanmayacaq, çünki orada gecə əsla olmayacaqdır.
və millətlərin şövkət və hörmətini onun içinə gətirəcəklər. Onun içinə napaç bir şey, iğrənc iş görən və yalan danışan heç kim əsla girməz. Ancaq onlar ki, adları quzunun həyat tumarında yazılıb. Fəsil 22. Sonra mənə həyat suyunun çayını görsətdi ki, bilur kimi şəffaf, tarı və quzunun təxtindən axırdı. Şəhərin baş küçəsi ortasında, çayın həm bu tayı, həm də o tayında 12 cür meyvə gətirən həyat ağacı var idi ki, meyvəsini hər ay gətirirdi. Ağacın yarpaqları da millətlərin şəfası üçün idi. Orada artıq heç bir lənət olmayacaq. Tarı və quzunun təxti orada olacaq və onun qulları ona xidmət edəcəklər. Onlar onun üzünü görəcəklər və onun adı onların alınlarında olacaqdır. Orada artıq gecə də olmayacaq. Onların nə çıraq işığına ehtiyacları olacaq, nə də gün işığına. Çünki Rəbb tarı onları münəvvər edəcək və onlar əbəddən əbədə kimi səltənət edəcəklər. Mələk mənə dedi, bu sözlər sadiq və doğrudur. Və peyğəmbərlərin ruhlarının Rəbb tarısı öz mələyini göndərdi ki, öz qullarına əngəri baş verməsi vacib olan şeyləri görsətsin. Bax, mən tezliklə gəlirəm. Xoş o adamın halına ki, bu kitabın nəbilik sözlərinə qulaq asır. Bu şeyləri görən və eşidən mənəm, Yuhanna. Və eşidib görəndə yerə yıxıldım ki, mənə bunları görsədən mələyin ayaqları qabağında pərəstiş edim. Lakin o mənə dedi, bunu etmə. Mən sənin peyğəmbər qardaşlarının və bu kitabın sözlərinə qulaq asanların həmkar quluyam. Tarıya pərəstiş et. Və mənə dedi, bu kitabın nəbilik sözlərini möhürləmə, çünki vaxt yaxındır. Qoy haqsızlıq edən hələ də haqsızlıq etsin və kəsif olan hələ də kəsif olsun. Qoy salih olan hələ də salih əməllər etsin və müqəddəs olan hələ də özünü müqəddəs saxlasın. Bax, mən tezliklə gəlirəm və əcrim mənimlədir ki, hər kəsə öz əməlinə mütabiq əvəzini verim. Mən əlif və ya, əvvəlinci və axırıncı, başlanış və axıram. Xoş o adamların halına ki, şinellərini yuyurlar, elə ki, həyat ağacına haqq qazansınlar və dərvazalardan şəhərə girsinlər. Lakin itlər, sehirbazlar, iffətsiz adamlar, qatillər, bütpərəslər və yalanı sevən və danışan hər kəs şəhərdən eşikdədir. Mən İsa öz mələyimi göndərdim ki, kilisalar üçün bu şeylərin haqqında sizə şəhadət versin. Mən Davudun kökü və nəsli, o parlaq səhər ulduzuyam. Qəddəs ruh və gəlin deyir, gəl. Qoy eşidən də desin, gəl. Susuz olan qoy gəlsin, arzu edən həyat suyundan müftə götürsün. Mən bu kitabın nəbilik sözlərini eşidən hər kəsə şəhadət verirəm. Əgər kimsə onlara bir şey əlavə etsə, tarı da bu kitabda yazılan bəlaları ona əlavə edəcəkdir. Və kim bu nəbilik kitabının sözlərindən bir şey götürsə, tarı da onun payını bu kitabda yazılmış olan həyat ağacından və müqəddəs şəhərdən götürəcəkdir. Bu şeylərə şəhadət verən deyir, bəli, mən tezliklə gəlirəm. Amin. Gəl ya Rəbb İsa. Rəbb İsa'nın feyzi sizin hamınızla olsun. Amin.